Salam, vaxtınız xeyir olsun. 16 iyun 2026-cı il tarixidir. Yaz süresinin 87-ci günüdür. Məhərrəm ayının 1-ci günüdür. Məhərrəm ayının ilk həftəsinin ikinci çərşənbə axşamı günüdür. Və bu günümüz də, bu ayımız da gözəl başlayıb, gözəl başa çatmış olsun. Hər birimizə uğurlar olsun söyləyirəm. 16 iyun günündə həkimlər işləri arxasınca gedib, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar. Evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş abadlığı, yol açıqlığı, bol bərəkətli, ruzili, eləcə də sülh-əmin-amanlıqlı, firavanlıqlı, dinc qulaqlı, gözəl xəbərlərlə zəngin dolu olan bir gün, bir ay keçirməklərini arzu edirəm. 16 iyun günündə kimlər təhsili ilə məşğul olurlar, məktəblər, orta ixtisas, ali məktəb tələbələri, eləcə də digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş abadlığı arzu edirəm. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. Bununla yanaşı isə 16 iyun günündə kimlərin rəhmətə gedəni var. Allahdan rəhmət diləyirəm. Qalanlarına can sağlığı, səbir diləyirəm. 16 iyun günündə kimlərin xəstələri var. Hər birinə şəfa diləyirəm, can sağlığı diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid qazi ailələrinə, əskər ailələrinə, Azərbaycan ordusunu salamlayıram. Hər birinə can sağlığı, iş abadlığı, bol bərəkətli, ruzili, sülh-əmin-amanlıqlı, firavanlıqlı, dinc qulaqlı, xoş xəbərlərlə zəngin, dolu olan bir gün və bir ay keçirmələrini arzu edirəm. 16 iyun günü də kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 16 iyun günündə də tarixi günlər vardır. 16 iyun günündə baş verən tarixi hadisələr bunlardır. 16 iyun 1633-cü ildə Galileo İnkvizisiya Məhkəməsinin bidətə görə cəzalandırılması barədə qərar qəbul etdiyi gündür. 16 iyun 1815-ci ildə Waterloo döyüşündən 2 gün əvvəl isə Napoleon Bonaparte Ligny döyüşündə özünün sonuncu qələbəsini qazandığı gündür. 16 iyun 1865-ci ildə Daşkent Rus qoşunları tərəfindən ələ keçirildiyi gündür. 16 iyun 1903-cü ildə Ford Motor şirkəti yaradıldığı gündür. 16 iyun 1925-ci ildə isə Krımda Arctic Pioner düşərgəsi açıldığı gündür. 16 iyun 1963-cü ildə isə ilk qadın kosmonavt olan Valentina Tereshkovanı daşıyan Vostok 6 gəmisi kosmosa buraxıldığı gündür. 16 iyun 1992-ci ildə Azərbaycan Respublikası ilə Rumıniya arasında diplomatik əlaqələr qurulduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.